Salam, xoş gördük sizləri. Bu gün sizə feilin qrammatik məna növləri haqqında əsas məqamları qeyd edəcəm. Bildiyimiz kimi feilin 6 qrammatik məna növü var. Xatırladaq ki, onlar məlum növdür, məhsul, qayıdış, icbar, şəxsiz, qarşılıq, birgəlik növlər. Məlum növün bildiyimiz kimi şəkilçisi yoxdur, özünün xüsusi şəkilçisi yoxdur. Məhsul növ feillər ıl, ın, qayıdış növ ıl, ın, icbar, dır, tı, şəxsiz, ılınlı, qarşılıq, birgəlik növ feillər isə ış şəkilçiləri vasitəsilə düzəlir. Məlum növ feillərdə işi görən bildiyimiz kimi məlumdur. Məhsul növ feillərdə işi görən məlum deyil. Qayıdış növ feillərdə iş öz üzərində icra olunur. İcbar növdə işi başqası görür. Şəxsiz növdə də iş görən məlum deyil. Qarşılıq birgəlik növdə də iş qarşı-qarşıya və birgəlik formasında yerinə yetirilir. Məhsuldur, qayıdışdır, şəxsiz növün şəkilçiləri bir-biri ilə homonimdir. Onları necə ayırırıq? Bayaq qeyd etdiyim kimi məhsul növdə şəxs olur, amma işi görən bizə məlum deyil. Məsələn, deyirəm, qapı açıldı. Qapının kim tərəfindən açıldığı məlum deyil. Sonra şəxsiz növdə də iş görən məlum deyil. Amma orada məhsuldan fərqli olaraq şəxs olmur. Məsələn, ərizəyə baxıldı. Gördüyümüz kimi orada şəxs yoxdur. Bir də qayıdış növdə də şəkilçiləri məhsulla, şəxsizlə homonimdir. Orada da iş görən, yəni işi öz üzərində görür. Məsələn, deyirəm, hava açıldı. Gördüyümüz kimi burada qayıdış növ feildir, iş öz üzərində icra olunub. Gəlin həmin belə deyim də qrammatik məna növlərini tapanda biz əsas hansı belə deyim də, hansı nümunələrdə çətinlik çəkirik, onlara baxaq. Birinci, feilin əsas qrammatik məna növlərini tapmaqdan ötürü məzmundur, feildən feil düzəldəndir, bir də şəkilçidir. Bunların üçünə, belə deyim, üçü bir arada olanda, onda feilin qrammatik məna növünü biz asanlıqla tapa bilərik. Məsələn, gəlin baxaq. Gün çıxdı sözünə baxaq. Bura yazıb qeyd etmişəm. Ən çox da uşaqlar testlərdə belə deyim də bu qrammatik məna növləri ilə qarşılaşırlar. Gün çıxdı məzmun cəhətdən. Bu məzmun nə deməkdir? Məsələn, hansı qrammatik məna növüdür? Yəni biz onu götürürük də məzmunu. Məsələn, qayıdış növdə iş öz üzərində icra olunur. Qarşılıq birgəlikdə birgəlik bu formada yazmışam bunu. Məzmun növ, feildən feil düzəldən şəkilçi, bir də özünün xüsusi şəkilçisi. Yəni bu şəkilçi feildən feil düzəldən olmalıdır mütləq. Məsələn, burada nümunələrdə onu qeyd edəcəm. Gün çıxdı sözündə bu məlum növ feildir. Məzmun uyğun gəlir, yəni qayıdış növə oxşuyur, amma biz bunu məlum növ feil götürürük, çünki şəkilçisi yoxdur burada. Hava qaraldı. Bu da qayıdış növə oxşuyur, iş öz üzərində icra olunur, amma qayıdış növ feil deyil, məlum növ feildir. Nəyə görə? Mən yuxarıda qeyd etmişəm ki, 3 dənə əsas mühüm qayda feildən feil düzəldən şəkilçi. Qaraldı sözündə l şəkilçisi deməli qoşulur qara sifətinə. Həm də şəkilçi özü də l qayıdış növün şəkilçisi deyil. Yəni bu feildən feil şəkilçi bu ikisinə uyğun gəlmədiyinə görə biz onu məlum növ feil götürürük, amma bir dənə məzmun uyğun gəlir, qayıdış növü oxşuyur, amma qayıdış növ deyil. Mən gəzişdim. Burada da uşaqlar bunu adətən qarşılıq birgəlik növ feil kimi götürür. Mən gəzişdim sözü məlum növdür. Sonra biz gəzişdik isə qarşılıq birgəlik növdə iş, birgə formasında həyata keçirilir. Hava açıldı isə at sözün kökü ıl, bildiyimiz kimi leksik şəkilçidir. Deməli, at sözün kökü ıl leksik şəkilçi, qayıdış növ feildir. Çünki məzmunu yuxarıda qeyd etmişəm, məzmunu uyğun gəlir. Şəkilçi ıl feildən feil düzəldir. Özünün də burada xüsusi şəkilçisi var. Sonra kabab sulandı, baxaq. Kabab sulandı məlum növdür. Məzmun cəhətdən uyğun gəlir. Kabab öz üzərində sulanır, öz-özünə sulanır. Amma su sözün kökü də lan orada leksik şəkilçidir. Çünki kababı sulamaq olmur. Məlum növ feil götürürük. Bu suallar güvən test toplusunda verilib. Orada feilin qrammatik məna növündə var. Gözüm sulandı. Orada da su sözün köküdür. Lan bütövlükdə leksik şəkilçidir. Məzmun cəhətdən uyğun gəlir. Qayıdış növü oxşuyur. Amma biz onu qayıdış növ götürmürük. Məlum növ feildir.
Qadın qocaldı. Qoca sözün kökü də burada l leksikdir. Məlum növdür, iş də özlərində görülür, qayıdış növə bənzəyir, amma xüsusi şəkilçisi olmadığına görə məlum növdür. Bağça sulamdı. Burada su sözün kökü n leksik şəkilçisi, yəni sulamaq deyə bilirik. Məhsul növdür. Amma gözüm sulandığını bayaq yuxarıda qeyd etmişdim. O məlum növdür. Gözü sulamaq deyə bir söz olmadığına görə məlum götürdük. Bağça sulandı isə məhsul götürdük. Çünki sulanmaq deyə bilirik. La burada n asanlıqla bərpa, deməli asanlıqla biz onu ayıra bilirik. N şəkilçisi burada məhsul növün şəkilçisidir. Məzmunu uyğun gəlir. Yəni nə deməkdir? İşin kim tərəfindən göründüyü bizə məlum deyil. Şəkilçisi də var. N şəkilçisi də feildən feil düzəldib. Sonra keçirik ana fərəhləmdir. Burada fərəh sözün köküdür. Fərəhləmək deyə bilmədiyimizə görə ləni bütöv götürürük. Məzmun cəhətdən də uyğundur. İşi ana özü görür, ana özü fərəhlənir. Amma şəkilçisi, xüsusi şəkilçisi olmadığına görə məlum növ feildir. Qabı sındırdı. Bayaqları qeyd etdik ki, icbar növün şəkilçisi dır-tı şəkilçisi vasitəsilə düzəlir. Sın sözün köküdür. Sındırmaq deyə biliriksə, dır leksik şəkilçisidir. D da şudi keçmiş zamanın şəkilçisidir. Şəkilçisi var. Feildən feil düzəldib dır şəkilçisi, amma məzmun uyğun gəlmir. Yəni, işi burada özü görür, başqasına gördürmür. Ona görə məlum növ feil götürürük. Uşaq söykəndi. Söykə sözün kökü n leksik, qrammatik şəkilçisidir. Məzmunu uyğun gəlir, iş özlərində icra olunur. Söykə, söykən feildən feil düzəldir. Şəkilçisi də var. Bu qayıdış növ feildir. Amma süpürgə söykəndidə isə söykə sözün kökü burada da söykə sözün kökü n leksikdir, qrammatik. Süpürgənin kim tərəfindən söykəndiyi bizə məlum.